Ve tövhidin fəzilətindəndir ki, tövhid en büyük dayaktır insanı ibadete rəğbətləndirən. Çünkü tövhid əhli olan insan tam şəkildə Rəbbinə bağlanan, qorxuyla, ümidlə, duasıyla hər bir şəkildə Rəbbinə bağlanan insan, ibadətlərini Allah üçün edən insan itaətə rəğbətli olur. Çünkü Allah üçün edir. Allah'tan umur. Ve tövhid ehli olan insan, tam şekilde Rabbine bağlanan ve Rabbi üçün ibadetleri eden insan, ettiği her əməli ancak Allah'ın razını ummaq üçün edirsə ve Allah'ın cezasından korkarak, çekinerek günahları terk edirsə, bu insan hem aşkarda insanların gördüğü yerde ve həmçinin gizlinde ibadetlerini edecektir. Ama tövhid ehli olmayan, halı bu cür olmayan insan, misal üçün riyakar insan kimi. Ola bilər aşkarda insanlar sədəqə verir, namaz qılır, Allah'ı zikredir. Lakin yanında başka şəxslər olduqda, kimsə onu gördükdə isə, kimsə onu görmədikdə, başka insanlar olmadıkda görsən bu əməllər etmir. Ve bazı sələflər, salih insanlar, keçmişdə yaşayan salih müsəlmanlardan bəziləri deyərdilər ki, mən istəyirəm Allaha elə bir itaət, elə bir ibadətlə yaxınlaşım ki, o ibadət, itaəti Allah'tan başqa heç kəs bilməsin. Və ikinci fəzilət isə, yəni tövhid əhli yalnız Allah'tan umanlar, Allaha bağlananlar, Allah üçün əməl edənlər üçün həm əminamanlıq vardır və həmçində onlardır hidayət olunanlar. Əsl mənada hidayət olunanlar məhz bunlardır. Ona göre Allah Teala buyurur ki: "Ellezine amenu ve lem yelbisu imanahum bi zulmin ulaika lehumul emnu ve hum muhtedun." O kəslər ki iman gətirərlər və imanlarını zulümlə qarışdırmazlar. Zulümlə qarışdırmazlar. Onlar üçün əminamanlıq vardır və onlardır hidayet olunanlar. Yani zulüm deyəndə burada zulüm, yani qeyri-müəyyənlikdə gəlir, bir zulmin, yani hiçbir zulüm. Ve ümumi bütün zulümler dahildir, lakin birinci növbə dahil olan burada en büyük zulüm olan şirktir. Ve tövhidin fəzilətindəndir ki, tövhid en büyük dayaktır insanı ibadete rəğbətləndirən. Çünkü tövhid ehli olan insan tam şekilde Rabbine bağlanan, korkuyla, ümidle, duasıyla her bir